Kabire Bahruşanlar. Evvela salam olsun, dinleyenler var olsun. Şehit adına salamla, derin bir ihtiramla. Bütün şehitlerimize, dövüşen igidlerimize birinci rəhmət deyək, yerləri cennet deyək. Azərbaycanımıza, Sumqayıt ünvanımıza göz açan bir cavandan, o ali qəhrəmandan yazmışam rəvayəti. Od qazanan cənnəti, Sumqayıtlı zaurdu, hər addımı uğurdu. Hər uğuru bir inam idi, dəyanətli adam idi. 6 yaşından zaur kazanmış idi uğur. Cidoda nailiyyəti, qanacağı qabiliyyəti. İdmana aşıq biri, dostluğa sadiq biri. Judoda yarışırdı, hamı ondan danışırdı. Var belə qəhrəmanlar, keçdi xeyli zamanlar. Oldu hərbi yürüşlər, başlayanda döyüşlər. Qəmlə keçən bir fəsil, 2020-ci il. Zaura çatmış xəbər, keçmişə etmiş nəzər. 30 illik işğala, yaralanmış qartala. Mənim dəyər köməyim, burada dözməz ürəyim. Şimdi ermənidığa, gedir komisarlığa. Çəksə də dərd könüllü, zaur mərd könüllü. Orada yazdırır adın, edir vətənin dadın. Qızğın döyüş anında, Cəbrayıl ünvanında İştirak eləyir fəal, düşmənə vermir macal. Cəbrayılın düzündə, Füzulinin özündə vuruşmuş cəsur insan, bu qafanlı qəhrəman. Cəbrayılı alırlar, orada zəfər çalırlar. Döyüşdə yüksəlirlər, Füzuliyə gəlirlər. Orada da xeyli müddət davam eləyir bu şiddət. Heç yerə vurmur dizi, oktyabr 8-i. Yolun almış cənnətə, ucalmış şəhadətə. Bizim doğma məkandan, zaur əsli qafandan. Hamı ondan deyərdi, adına and içərdi. Göstərdi şücaət, unutmaz səni millət. Mədət ol zaur şəhid, tarixə düşmüş igid. Onun doğma sirdaşı, zaurun bir qardaşı. Talih tənha qaldı, hər gün xəyala daldı. Cavan gedən qardaşı, gözdən axan göz yaşı. Qürurlu göz yaşıdır, əsas uca başıdır. Bu da bir ürək yarasıdır, Kamal əmimiz atasıdır. Övlad həsrəti çəkmək, çətindir səbir eyləmək. Son sözünü söylədi, vətən sağ olsun dedi. Ey dəyərli cəmaət, yazdığım bu rəvayət. Talehin istəyilə, Allahın köməyi ilə sözümə eylədim davam. Tanrı verən bu ilham, qismət olubdur mənə. Yazıb yarattın yenə, lirikli